Sual. Ağa, yuxuda şeytanla savaşıram. Mühkəm qorxuram. Siması olduqca dəhşətlidir. Qışqıraraq ayılıram, qorxuram. Ailəm əziyyət çəkir. Nə etməliyik? Cavab. Cavad əleyhissalamın hirzini əldə edə bilsəniz, sağ qolunuza bağlayın. Əgər bu mümkün deyilsə, onu istədiyiniz kimi üzərinizdə saxlayın. Mümkün olsa kiçik bir Quran da cibinizə qoyun, üzərinizdə olsun. Ya Əli. Sual. Cənab, bir xanım kabus görür. Yuxuları pozulursa nə etməlidir? Cavab. İmam Cavad əleyhissalamın hirzini əldə edib sağ qoluna bağlasın. Əgər bu mümkün deyilsə, onu istədiyi kimi üzərində saxlasın. Ya Əli. Sual. Bir şəxsə həsəd aparırlar, əziyyət edirlər, onların həsədinə qarşı nə etsin? Cavab. Həzrət İmam Cavad əleyhissalamın hirzini əldə edə bilsə, sağ qoluna bağlasın və ya məsələn, paltarının cibinə qoysun. Diqqət! Qur'an-ı Kərimin bir çox ayəsində Uca Allah insanlar haqqında belə buyurur. İnsanların əksəriyyəti düşünmür, əksəriyyəti ağla tabe olmur. Əksəriyyəti iman gətirməyib və imanları yalnız dillərindədir. Əksəriyyəti azğın, cahil və şeytana tabedir. Əksəriyyəti fasiqdir. Allahın əmrlərindən yayınanlardır. Əksəriyyəti nankordur. Əksəriyyəti zənnə uyur. Əksəriyyəti yalan danışır. Əksəriyyəti axirətdən xəbərsizdir. Əksəriyyəti qafildir və s. Bu baxımdan Qur'an-ı Kərimdə və hədislərdə sehr və cadu küfr hesab olunsa da, insanların əksəriyyətinin falçılara və ya müxtəlif adlar altında sehr və cadu batil etdiyini iddia edənlərə və ya xeyir duaları yazanlara, daha doğrusu sehr, cadu yazanlara müraciət etməsi heç də təəccüblü deyil.